Değerli izləyicilərimiz, xoş gördük sizləri. Məştaqa Notariusa yaxın ərazidə Kisot torpaq sahəsinin üzərində. Bax, belə bir modern həyət evimiz çıxıb satışa. Bir zal, 3 yataq, bir mətbəx, bir sanjeldən ibarətdir. Evin torpağının çıxarışı var. Tam qeydiyyatı düşmək olur və əşyalar da qalır. Əşyaların bəzilərində əksər hissəsi qalacaq, tək elektronikadan başqa. Qiymət 90 min manatdır. 90 min manatdır. İndi reallıq olarsa yəqin ki, ev sahibi tərəfindən endirim olunacaq. Nəsə keçək əsas məsələyə. Həyətin təqdimatını edək, sonra evin inşallah təqdimatını tam təqdim edəcək. Bax, daş döşənib, gördüyünüz kimi fasad vurulub, böyük bir padvalı var, rahat içərisini keçmək olur və həyətə maşın rahat şəkildə daxil olur. İnşallah giriş hissəsini də sizlərə göstərəcək. Gəlin qabağa zəhmət olmasa. Bax, buradan da giriş hissəsini sizlərə göstərərək fikir verin. Bax, belə bir giriş hissəsi var. Qapının ağzında suyun axıntısı üçün getmək üçün trapı qoyulub. Əlavə həyətdə su krantı və klüçatorları. Kim istəsə həyətə işıqda dura bilər. Bax, buradan da eyni qayda ilə bir dənə sizlərə giriş hissəsini təqdim edək. Sonra keçək evin içərisini sizlərə tam təqdim edəcək. Buradan da göstərin zəhmət olmasa. Və keçək evin içərisini sizlərə təqdim edək. Belə deyək də, ən azından da bir 6-7 daş kürsülüdür. Və evimiz koridordan ibarətdir. Koridordan ayrı-ayrı otaqlardır. Və qeyd etdiyimiz kimi əşyalıdır. Əşyaların sadəcə elektronika çıxacaqdır. Zal hissəsini sizlərə təqdim edək. Bax, gözəl bir zalı var, fikir verin. Gözəl bir zalı var. Gəlin buradan da zalı inşallah. Evdə də istilik kombidir yəni. Kombisinə qədər var. Zal hissəsini təqdim edirik. Keçək 3 dənə yataq otaqlarını sizlərə təqdim edək. Otaqların hamısında kombidir. Yataqların, belə deyək, otaqların aboyları ayrıdır. Gəlin buradan da təqdim edək zəhmət olmasa. Tam qeyd etdiyimiz kimi aboyları ayrı-ayrıdır. Buranı da təqdim edib, otağı təqdim edək. Və burada da gördüyünüz kimi əşyaların əksər hissəsi qalacaq. Yəni otaqların eynisində. Sadəcə olaraq qeyd etdiyimiz kimi elektronika çıxacaq və hamısında da istilik sistemi radiatordur. Aboylar da ayrıdır. Və sanjeli təqdim edək sizlərə. Sanjeli tam gördüyünüz kimi hazır vəziyyətdə istipoldan ibarətdir. Və mətbəxi təqdim edək. Mətbəxli gözəl var, belə bir mətbəxi var, səliqəli mətbəxi var gördüyünüz kimi. Fikir verin. Gəlib abel vaxtına düşmüşük. Buranı göstərək. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştaqa Notariusa yaxın yerdədir. Belə deyək, Kisot yaxın torpaq sahəsinin üzərindədir. Evin torpağının çıxarışı var. Və qeyd etdiyimiz kimi bir zal, 3 yataq, bir mətbəx, bir sanjeldən ibarətdir. Qeydiyyata düşmək olur. Qiymət 90 min manatlı və əşyaların əksər hissəsi qalacaq və səhifəmizi izlədiyiniz üçün Məştaqa Əmlak Əməkdaşları rəhbərliyi sizə dərin təşəkkürümüzü bildiririk.